Ey güzel müdür, iş tapşırırsan, mən işimi görürəm, nöş qışqırırsan. Sən canı hərdən, maaşıma bir bax, işləyirəm tək, axı mən bədbax. Xeyli bağırdım, kömək çağırdım, yüküm ağırdı, dalım dağıldı. Dedi ki maaşına artım eləyəcəm, hamısı nağıldı, dalım dağıldı. Xeyli bağırdım, kömək çağırdım, yüküm ağırdı, dalım dağıldı. Dedi ki maaşına artım eləyəcəm, hamısı nağıldı, oh hey, dalım dağıldı. Biz düz yolda deyilik. Yüksek vəzifədə işləyən adamların bu əsəriyyəti bugün ay dünya dağıldı, korrupsiya baş verir. Qaşıqla verirsən, ancaq kömçəklə istəyirsən. Külmənin başıma sən də mali məktəbə gedirsən. Təhsilin səviyyəsi o dərəcədə müsbət tərəfə dəyişmir. Əlifbanı bilməyən uşaqdan imtahan götürülür. Belə şey olarmı? Heç kəs də bilmir ki, bu imtahanın sualını kim hazırlayır? Dünyanın heç bir ölkəsində bu cür repetitorluq yoxdur. Bu bir tərəfdən məktəbi nüfuzdan salır, hörmətdən salır. Bir tərəfdən müəllimi hörmətdən salır. Orta məktəb bitirən bütün şagirdlər hökmən ali məktəbə qəbul olmalıdırlar. Əzbərrətdir, oxuya bilməyəcək ki. Müəllim onu dərs danışır, uşaq müəllimi çəkir, onu da kənara göndərir. Neçə il oxudu, o universiteti qutara bilmədi.